Bəlkə də mövsümdə ən zəif oyunu İlk keçdi. 10 dəqiqə Neftçi ilə başladı, dedim, hə, Neftçi böyük hesabla qalib gələcək. Amma 10-cu dəqiqədən sonra hissənin sonuna qədər Qəbələ Neftçinin qapısı ağzında o qədər qol vəziyyəti yaratdı ki, bu bir neçə oyuna kifayət edə bilərdi. Sadəcə olaraq yenə deyirəm də, yəni o 10-cu dəqiqədən sonra hadisələr 360 dərəcə dəyişdi. Və Neftçi qol buraxmamasına görə nəhayət Piriçə minnətdar olmalıydım. Nəhayət Bosniyalı qapıçı komandanı xilas etməyi bacardı bu oyunda. Hər şeyin heç-heçə getdiyi bir vaxtda Avakarın meydana çıxması ilə hər şey dəyişdi. O 20 dəqiqə ərzində nə qədər faydalı olduğunu göstərdi bu oyunda. Açığı onun meydana çıxmasından əvvəl Neftçi heç nə ilə yadda qalmamışdı, bayaq da qeyd elədim. Mənim fikrimcə, əvvəlki oyunlarda, xal itirdiyi oyunlarda Neftçi Qəbələdəki oyundan yaxşı təsir bağışlayırdı.